Uca Allah buyurur ki, siz insanlar arasından çıxarılmış ən xeyirli ümmətsiniz. Siz insanlara yaxşı işlər görməyə əmr eləyər və pis işləri qadağan eləyər və Allaha iman gətirərsiniz. Və həqiqətən də bu ümmətin ən xeyirli vəsflərindən biri, xislətlərindən biri odur ki, onlar yaxşılığı əmr eləyər, pisliyi qadağan eləyərlər və Allaha iman gətirərlər. Deməli, Allaha dəvət eləmək ən şərəfli yoldur. Elə bir şərəfli yoldur ki, bunu peyğəmbərlər öz öhdələrinə götürmüşdülər. Şərəfli olduğu qədər məsuliyyətli və çətin yoldur. Heç kim elə bilməsin ki, bu yolu gedənlərin ayaqlarının altına güllər atacaqlar, üzərlərinə güllər atacaqlar və yaxud da ayaqlarının altına xalçalar sərəcəklər ki, buyur gəl keç, Allaha dəvət elə. Heç də elə deyil. Allah Resulü sallallahu aleyhi və səlləm dəvət yolunda bizim ən gözəl örnəyimizdir, əziz qardaşlarım, əziz müsəlmanlar. Ondan sonra isə sahabələr, rıdvanullah aleyhim əcməin, Allah onların hamısına razı olsun. Onlar bizim örnəyimizdirlər dəvət yolunda. Nə qədər əziyyətlər gördülər. Allah Resulü sallallahu aleyhi və səlləm nə qədər əziyyətlər gördü bu dəvət yolunda. Həmçinin ondan sonra sahabələr, Allah onlardan razı olsun. Və onlardan sonra da ümmətin salih sələfləri, ümmətin alimləri nə qədər əziyyətlər gördülər. Lakin onlar dəvətdən gecə-gündüz Allah yoluna dəvət eləməkdən əl çəkmədilər. Dəvətçinin vəsflərindən biridir ki, o cəsarətli olmalıdır. O qorxaq olmalı deyil və Allahın yoluna dəvət eləməkdən usanmalı deyil. Və dediyimiz kimi, Allahın yoluna dəvət çətinlikləri də var, asanlıqları da var. Və lakin, əgər biz niyyətimizi düzəltsək, Allah yolunda ixlaslı olsaq, harada danışacağımızı bilsək, harada susacağımızı bilsək, böyük məsələlərdə alimlərin göstərişlərinə, tövsiyələrinə qayıtsaq, inşallah ki, dəvətdən müvəffəq olaraq, xüsusən də şəhvətlərin və şübhələrin yayıldığı bir cəmiyyətdə, xüsusən də sekulyar cəmiyyətdə Allaha dəvət eləməyin çoxlu fitnələri var, əziz dəvətçi qardaşlarım, əziz müsəlmanlar. Allaha dəvətin elə bir zamanda yaşayırıq ki, hər tərəfdən şəhvətlər, şübhələr sel kimi insanların üzərinə axır və belə bir dövrdə sabit qalmaq olduqca çətindir. Lakin bizim üzərimizə düşən dəvətdə olanların davamlı olması, dəvətə başlamaq üzrə olanların isə başlamaqdan qorxmamaları, Allah yolunda dəvətə başlamağa çalışmaqdır. Çünki bizim üzərimizə düşən odur ki, öyrəndiyimiz elmin zəkatını çıxardaq. Vallahi, əziz qardaşlarım, əziz müsəlmanlar, əziz dəvətə nisbət olunanlar və dəvət eləyənlər, vallahi ki, biz hətta bu dəqiqə, bu oturduğumuz məclisdə, biz olduğumuz yerdə, bu saatda və bu dəqiqələrdə bizim dəvət etdiyimiz, İslamı öyrətmək istədiyimiz toplumda çox mühüm hadisələr baş verir. Kimisi dəvət ona çatmır deyə şübhəyə düşür, kimisi günaha düşür, kimisi öyrədən yoxdur, doğru yolu göstərən yoxdur deyə azğınlığa düşür, kimisi bu dəqiqələrdə günah edir, kimisi bu dəqiqələrdə qolundan tutub doğru yolu göstərən yoxdur deyə dinində zəifləyir və yaxud da dinində izzətli olmağı tərk eləyir və yaxud da başına başqa problemlər gəlir. Bütün bunların səbəblərindən biri də başlıca səbəbi elmin az çatdırılmasıdır və yaxud da elm öyrənənlərin elmin zəkatını lazımınca çıxarmamalarıdır. Ona görə də, əziz qardaşlarım, bizim üzərimizdə böyük məsuliyyət var. Daha çox çalışmalıyıq. Öyrənəndən sonra da, dəvət meydanına qaydanda da daha çox çalışmalıyıq. Vallahi, əziz müsəlmanlar, bizim məsuliyyətimiz, hətta deyərdim ki, bir çox vəzifə sahiblərinin məsuliyyətindən daha böyüdür. Vəzifə sahibi belədir ki, oturur, aylıq maaşı gəlir və hansısa işinə görə, yəni çox çalışsa da, az çalışsa da onun üçün fərqi yoxdur. Lakin bir İslam dəvətçisi ondan daha çox çalışmalıdır. Və qədim alimlər deyərdilər ki, vallahi ki, əgər padişahlar bilsələr ki, elmi yayanlar, elmi öyrənənlər hansı ləzzət içərisindədirlər, qəlblərinin dərinliyində hansı mənəvi ləzzət içərisindədirlər, öz nizələri və oxları ilə onların əlindən almağa çalışardılar. Mən sizə həqiqi İslam alimlərindən danışıram. Onlar ki, gecə-gündüz Allaha dəvət eləməkdən yorulmurlar. Onlar ki, başlarına gələn müsibətlərdən sonra Allaha dəvət eləməkdən dayanmırlar. Gecə-gündüz Allaha dəvət eləyirlər, harada olurlarsa olsunlar. Həmçinin də Uca Allah buyurur ki, وَمَا يُلَقَّاهَا إِلَّا الَّذِينَ صَبَرُوا وَمَا يُلَقَّاهَا إِلَّا ذُو حَظٍّ عَظِيمٍ. Uca Allah buyurur ki, şübhəsiz ki, buna yalnız səbr edənlər nail olar, şübhəsiz ki, buna böyük pay sahibləri, yəni qəlblərində böyük nəsib sahibləri olanlar nail olarlar. Ona görə də Allaha dəvət eləmək çox mühüm məsələlərdəndir. Həmçinin dəvətdə öndə olan qardaşlarımızdan birindən eşitdiyim bir sözü xatırlatmaq istəyirəm. Deyir ki, müvəffəqiyyət bir elmi aldığın zamandır. Yəni, elmi oxuyub başa vurmaq. İkinci müvəffəqiyyət isə odur ki, öyrəndikdən sonra dəvət meydanında Allahın dinini öyrətməkdən müvəffəq olmaqdır, əziz qardaşlarım. Və biz buna çalışmalıyıq. Birinci mərhələni keçənlər çox olur. Lakin dəvətdə yorulmaq, ruhdan düşmək olmaz. Çünki bizi minlərlə insanlar gözləyir. Vallahi ki, minlərlə insanlar sizi gözləyir. Və dəvət eləməyə siz daha çox layiqsiniz. Bugün Allahın dinini bilməyən nə qədər insanlar var ki, cahilcəsinə, elmsizcəsinə, savadsızcasına Allahın yoluna güya dəvət edirlər.
bir məsələni, bir problemi düzəldəndə 10 dənə məsələni korlayırlar. Onların yerində siz olmalısınız. Onların yerində siz Allahın dinini öyrənənlər olmalısınız ki, hər kəs yəni öz yerini bilsin. Necə ki, Ömər bin Abdüləziz rahiməllahın gözəl bir sözü var ki, Rahimallahu imri'an arafə qadr nəfsihi. Allah o kişiyə rəhm eləsin ki, o öz qədrini bilir, o öz yerini bilir. Əgər elm əhli öyrəndiyi elmin zəkatını layiqincə çıxarsa, Allahın dininə dəvət eləməkdə gecə və gündüz yorulmadan dəvət eləsə, vallahi ki, kör-köranə şəkildə dəvət eləyənlər, meydanı boş görüb meydana girənlər hamısı geri çəkilərlər. Necə ki, aslan meşəyə gəldiyi zaman bilirsiniz, hansıları geri çəkilir və hər şey öz yerində olur. Ona görə də elmin sahibləri elmdən danışmalıdır, elmi öyrənənlər elmdən danışmalıdır.